Ümumiyyətlə gəlmədi keçinə. O? Gəldi. Hə. Belə bir Ford Focus'dur avtomobil. Fusion deyil ha, Focus'dur. Deməli, şikayəti nədən ibarət? Nətər açılır abi? Açılır deyəcəm. Deməli, şikayəti nədən ibarətdir? Avtomobil isti halda, bəzi hallarda söndürəndən sonra işə düşmür. Ümumiyyətlə starterə gəlmir. İndi bu niyə belə olur, nətər olur? O söhbətə baxacaq. Mən istəyirəm bunu bir... Amma yenə də təkrar edirəm, bu həmişə olmur ha. Yəni bəzi hallarda olur. İndi salaq içəri. Bəlkə yaxaladıq da həmin anı. İndi həmin anı yaxalasaq, bizdə çek yanır. Həmin anı yaxalasaq, əli olar. Çalışacaq, yaxalayaq. Bu 3 silindrdir nədir o? Deyəsən 3 silindrdir. Ne bileyim, motora baxım. Ne motordur belə? Allah. Necə açılır? Belə bir 3 silindrli mühərrikimiz var. Kabinin biri təzədir. Bir motor EcoBoost. Baxarıq, çalışarıq həmin vəziyyəti yaxalayaq. Deməli, dəcəl uşaqlar burada qarajların arasında od qalamışdılar. Getdim onu söndürməyə. Mən də lap bu videonu həyatı çəkirəm. Qarajın dibini yandırırlar. Qovmuşam onları. Sonra deyirsiniz ki, uşaqlara nəzarət eləmək lazımdır. Gəl burada od qalırlar. Onlar başa düşmür axı o keçər ağaca, keçər xalqın evinə. Nə bilim, keçər o birisinə, oradan ora. Alışar da bu birinci mərtəbə. Nəysə, oranı söndürmə. Hə, deməli. Fordun açarı əlimdədir, söndürdüm. İşə düşmür. Həqiqətən, yəni sahibi zülmə qalırmış. Yəni, çek filan hər şey var. Ya Allah'ım birader. Bir müddət qalır, soyur. Onun starting system fault yazılıb burada. Yəni işə salmaq istəmir starterə. Komanda yoxdur. Tamam. Diagnostik eləyək. Demək, diagnostik eləyəcəm. İndi nəyə fikir verdim? Ona neçə vaxt fikir vermirəm. Deməli, avtomobil hal-hazırda zamoku açıqdır da, düzdür. İşıqlar noldadır. İşıqlar da işləmir. Bax, burada göstərir indikator. Amma bayırda yanmır. Bax, uzaq, lap yaxın vuran işıqları qoşuram. Bax, yoxdur. Bax, işləmir. Bu işləyir. Bu da işləmir. Gərgini yitir, nədir? Amerikanski avtomobildir bu. Ford. Aşağı düşmək istəmir Ford. Nereye qoşulur ümumiyyətlə? Əlaqə çıxır. Bütün blokları o nə sürətdə oxuyur o. BCM.
Цепь входного питания модуля управления А разомкнута. Görürsünüz, gərginliklə problemi var bunun. Так, потеря связи с задним модулем камеры. Ну, kamera əlbəttə ki, bunu BCM blokunun gərginliklə şeyi var. Başqa görək nədir? Bu nədir? Prosedura первичной конфигурации. Mühərrik. Диапазон характеристик электрической цепи датчика давления, картера давления, картера двигателя. Это bu yəni avtomobili işə salmağa mane ola bilməz bu sensor. Bəlkə də ola bilər qısa qapanmada olsa. Xarakteristik запуска модуля управления. Deməli, потеря связи modulu воздушной заслонки aktivlə расчет. Bu qrildir, qabaqda radiatorun qarşısında duran. Bu da mane ola bilməz. Amma bu mane ola bilər. Bu mane ola bilər. Xarakteristik цепи запуска модуля управления. Xarakteristik цепи запуска модуля управления. Deməli, mühərrikin idarəetmə bloku oyanmır ki, starterə komanda getsin. Deməli, starterə komanda getməkdən ötürü, birinci BCM bloku oyanmalıdır. BCM bloku oyatmalıdır əsas reləni. Heç nə gəlin qoruyuculardan başlayaq da. Nəysə, avtomobil belə bir silim kodu bəlkə xodlandı. Düz yox, xodlansa da onsuz da yola sala bilməyəcəm, axı işə düşsə belə. Yox. Belə, baxaq görək nə məsələdir. Getdik. Birinci qoruyuculardan başlayaq. Birinci təklif edirəm, kapotun altındakilərdən başlayaq. Deməli, kapotun altındakı bütün qoruyucuları yoxladım. Gərginlik hər yerdə eynidir. Baxın. Yəni, istənilən bir qoruyucuya tıklayıram. 12.31 məsəl üçün. 12.30. Yəni, düşüş yoxdur da. 12.33. 12.31. 12.25. 12.27. 12.28. 0.1 volt. Orada elə də güclü fərq eləmir. Yəni, voltaj, yeri gəlmişkən, kim deyər, nəyə görə? Mən multimetrlə yoxlayıram, amma məsələn, lampalı kontrolka ilə yoxlamıram. Sualın cavabını bilən varsa, zəhmət olmasa, kommentlərə yazsın. Lampalı kontrolka ilə də yoxlaya bilərsiniz. Lampa yanır. Deməli, gərginlik güclüdür. Amma mən multimetrlə yoxlayıram. Bu dəfə. Yəni, bu avtomobilin multimetrlə yoxlayıram. Niyə? Deməli, salondakı qoruyucuları da yoxlamışam. Burada da bizim problemimiz yoxdur. Buradakiləri də yoxlamışam. Deməli, belə. Buradakiləri də yoxlamışam. Buradakilərlə də problemimiz yoxdur. Amma burada belə bir şey aşkar eləmişəm. Nəmdir bunun böyrü başı. BCM-in böyrü başı. İçindən su kimi nəsə axır. İndi onu çıxardıb ona baxacam. Bir də ki, burada bir dənə aşkarladım ki, iştəkerin birin sındırıblar. Elə bil məndən qabaq olublar. Hansı iştəkir? Deyir, bu sınıqdır. Bax, sınıqdır böyründən. Nə görüm, göstərə biləcəm. Deyir. Çıxardım BCM-i. Çöldə yoxlamaq istəyirəm. Mən elə gəlir ki, nədirsə BCM-dədir, ya BCM-in qidalanmasındadır. Yəni, BCM-in qidalanmasını da yoxlamışam, amma qidalanması bu iştəkirdə olur. Necə dəqiqə? Deməli, BCM-in qidalanmasını da yoxlayıram. Bax, görürsünüz, hər şey qaydasındadır. Deməli, indi BCM-i söküb içinə baxmaq istəyirəm. Bəlkə hər hansı bir defekti filan var. Baxım görüm nə məsələdir. Bəlkə göstərə bilərəm. Axanda görərsiniz. Bu BCM platasıdır. Sökmüşəm. İçinə bax. Bilmirəm, belə eləsəm axıb tökülər yoxsa yox. Amma belə göstərə bilərəm məncə. Belə amma deyim sizə ki, qəti
Nasazlıq görmürəm. Sadəcə islanıb plat. Yoldaşlar, BCM-i yığdım yerinə, içini təmizlədim. Belə belə bir göstərdim ya, bayaqlar kontakt cleaner vardı, o ilə təmizlədim içini. Yaxlayaq. Nasıl heç? Xoşuma gəlmədi vəziyyət. Ümumiyyətlə gəlmədi keçinə. O? Gəldi. Belə. Neyiniyim? Bir şey aldırım. Gərginliyində də problem görmürəm. Davam eləyirəm. Tapsam xəbər eləyəcəm. Deməli yoldaşlar, Ford'un demək olar ki, dərdini tapmışam. Demək olar ki, deməli göstərmək istəyirəm sizə. İşə düşmür. Açarı açıq vəziyyətdə qoyuram. Getdik. Yordu ya amma. Deməli nə tərs elədim? Bircə dəqiqə. Bircə dəqiqə bir də açım çıxardım. Deməli belə. Baxın. Gördünüz? Görürsünüz? Hop, gəldi. İşıq yandı. Burada da işıq yandı. Tapmışam problemi. Problem bu buradadır. Oha! Belə. Sökün, baxım, davam eləyək. Yoldaşlar, problemi tapmışam. Problem bu. 50 amperlik qoruyucudadır. Hətta Fox'da da. Baba 50 ampere qoruyucudadır. Deməli, bilmirəm göstərə biləcəm yoxsa yox. Bax, içi bütövdür. Bax, qoruyucu. Mən bunu da zəngləmişdim yer gəlmişkən. Orada yoxlamışdım. Bütöv idi. Baba, içi bütövdür. İçi yanmayıb. Salamatçılıqdır. Amma digəl ki, qoruyucun keçiriciliyində problem var. Bilmirəm bunu necə göstərim sizə. İndi əlimlə onu qoydu qurtdaladım ki, ora bura. Gördünüz? Bax. Bu bıraxdı. Bax. Bax. Eşitdiniz də. Yəni bir dəfə yaxalayıb. Eşitdiniz? Bax. Bax işləyir. Bax işləmir. Bax işləyir. Bax işləmir. Vəssalam. Bizə belə bir dənə qoruyucu lazımdır. Ki uğraşdıraq bura. Bura. Və bu avtomobilin dərdini həll eləyək. İnşallah salamatlı olsun. Bir dənə quraşdırım, davam eləyək. Bəli, qoruyucunu quraşdırdım. Bura təzə qoruyucu quraşdırdım. Köhnəsi buradadır. Deməli, artıq hiss edirəm ki, hər şey yaxşıdır. Bu artıq yaxşı əlamətdir. Eybəh, qoy hələlik qalsın. Mən bir bu avtomobilin səsini eşitdim. Ya Allah, bismillah. Vəssalam. Bu qədər. Gördünüz? Yordu mənə, axır düzəldi. Belə, yığıb sahibinə təhvil vermək lazımdır. Belə, yolda qalmayın.